Salam hörmətli izləyicilər, xoş gördük hər birinizi Quşlar TV kanalında. Əziz izləyicilər, çoxdandır video çəkib paylaşmırdım. Bir aydan çox idi, baş qarışıqdır, havalar isti keçir. İstədim bugün bir video çəkəm, sizinlə paylaşam. Deməli, əziz izləyicilər, toyuqlarda çox insanlarda belə deyək də qırğın olur, yəni ölüm olur çox. O haqda istərdim danışıb məlumat vermək. Deməli, əziz izləyicilər, mən həmişə demişəm ki, iyul, avqust ayında çox insanlarda, yəni toyuqları belə deyək də qırılır. Bunun da səbəbi həmişə isti olmağıdır və belə deyək, sentyabrda, oktyabrda, noyabrda o soyuqlar dəyişəndə heç bu qədər qırğın olmur. Düzdür, onda da biraz olur, yəni o balacalı zəiflər da istidən soyuğa keçəndə. Ancaq şeydə onun adı nə idi? İyulda daha çox olur. İyuldan avqust ayında. İndi bəlkə də çoxunun başına gəlibdir. Bu da ki, bunun da qarşısını almaq üçün siz onlara gərək H vaksini vurmalıydınız. Yəni mən həmişə demişəm, H vaksini vurulur. Çox adam bir də görürsüz cücələri mayda alırlar. O da gəlir 2 ay, 3 ay şeyə düşür. Onun adı nə idi? İyula, avqusta vura bilmirlər, onda qırılır. Ona görə əziz izləyicilər, mən həmişə demişəm ki, cücənin yaxşı vaxtı yanvar, fevral, maksimum maya kimidir. Apreldə olanlar da olar, ancaq aprellər biraz şey olur da. Yəni marta kimi axırına kimi çıxan cücələr, martın axırı da yox, 10-dan 15-nə kimi çıxan cücələr, yanvar, fevral, soyuq ayın cücəsi daha da yaxşı qalır. Yerini isti eləyirsiniz. Misal üçün yanvarın 15-i çıxıbdırsa, martın 15-i 2 ay tamam olur. İynəsini vurursunuz oksitetraskilin 3 gün. Ondan sonra da bir 10-15 gün keçəndən sonra da H vaksinini vurursunuz. H vaksini 2 cür olur. Biri olur ampulada, belə şüşədə qırıb vurursunuz. Biri isə belə qavda olur. O qavda olan biraz güclü olur. O da toyuğu virus olduğundan cücənin zadı qıra bilər. Ona görə alanda o bisindən alın da. Yəni o şeydən bayaq dediyim kimi ampulada olandan şüşədən. Ondan alsız martda da vurursunuz onu. Bir də misal üçün 3 aydan sonra aprel, may, iyunun ortaları 15-i 20-si də ikinci səfər vurursunuz. İnandırım sizə, bu qaydayla getsəz heç bir toyuğunuz, cücəniz qırılmayacaqdır. Onda da vurursunuz iyul, avqust, sentyabr. Sentyabrın axırda vurursunuz payızlığı və 3 aydan bir vurursunuz, heç bir toyuğunuz qırılmır. Mən bax, hər dəfə bu sözü deyirəm, yenə də abunəçilərim yazır ki, cücələrimiz qırılır, nə bilim, toyuqlarımız qırılır, bu nədəndir? Deyirəm, iynəsini vurursunuz, yox. Neçə aylıqdır, misal üçün, iyul ayda, avqust ayda deyirlər, məsələn, mayda çıxandı, nə bilim, yayda çıxandı. Deyirəm, qurban sizə. Elə aylarda almayın. İstidən adam dözə bilmir. O da ola ki, belə deyək də, heyvanlar. Ona görə ən yaxşısı soyuq aylarda, cücənin gözəl vaxtı soyuq aydır. Yerini isti eləyirsiniz və yemini, zadı qəşəng verirsiniz. Dərmanlarını, vitaminlərini, o haqda var da, mənim kanalımda cücələrin qızıl baxılma qaydası. Onları da verirsiniz. İnandırım sizi, heç bir toyuğunuz, cücəniz, fərələriniz, beçələriniz qırılmayacaqdır. Yəni, bax, bu şeylə edisiz, bu resepti mənim kanalımda var. Özə ildə bir dəfə, 2 dəfə çəkib paylaşıram cücələrin qızıl baxılma qaydasını. Necə etmək lazımdır, necə baxmaq lazımdır. Eləcə edisiz ondan. İnandırım sizə, heç bir ölüm olmayacaq. Siz özdə xeyrini də özünüz görəcəksiniz. Yəni, alırsınız, məsələn, cücəni, ya evdə indi çox adamda o vaxtlar toyuqsa kürt yatmır, belə deyək də, şey eləsinlər. Ancaq inkubatordan gedirsiniz, əvvəldən çıxmamışdan sifariş verirsiniz, pulunu ödəyirsiniz. Lap məsələn cücə martda, apreldə 60 qəpik olursa, siz 70-dən alın, 80-dən alın. Çünki bilin ki, o vaxtın cücəsi daha yaxşı olacaqdır. Alın,
iğnəsini də martda vurun, ondan sonra iyunda vurun. Vallah bax bu aylarda sentyabrda, daha doğrusu iyul, avqustda özünüz də görəcəksiniz ki 5 aylıq, 6 aylıq düzələr olacaqdır. Heç birinin də burnu qanamayacaqdır. Yəni bax mən dəfələrlə neçə ildir bu videonu bu kanalı işlədirəm və hər dəfə də videolar çəkib paylaşıram. 2019-cu ilin martın 23-dən bu kanal fəaliyyət göstərir. 5-6 ildən çoxdur. 6-7 ildir bəlkə də. Hə. Daha doğrusu 7 ili tamam oldu. Hə. Yəni hər dəfə də hər ildə çəkib paylaşıram ki, yəni şey eləməyin də, onun adı nə idi? Belə alın, bu qaydayla baxın. Yenə də hər dəfə düzdür qınamıram. Bəziləri təzə qoşulur, bəziləri yeni başlayır. Məndəki vaxt olmur hər kəsə cavab yazmaq. Çünki bir çoxunuz belə faydalı videolar baxmısınız. O necə ki TikTokda faydalı məsləhətlər verirlər, yaxşı elə onlara baxmısınız. Baxmayan o insanlar olur da. Gedirlər o nə bilim, üzr istəyirəm, orasını, burasını açıb şiddi eləyən, söyüş danışanlara çox baxsın. Bax elə də burada mənim kanalımda ancaq məlumatlardır. Da yəni toyuq xəstələndə, cücə xəstələndə, ördək qazı mənim kanalım kimi özümü tərifləmək kimi çıxmasın. Azərbaycanda bir nömrəli kanalı, yəni bu haqda ev quşları, hər bir ördək, qaz, hündüşqa, bildirçin, nə bilim hətta dovşan zat belə var, toyuq, cücə, hər bir şeyə yəni saxladığım şeylərə məlumat vermişəm. Ancaq baxmısınız, videolar paylaşım 300-500, maksimum olanda 1000. Amma gedirsiniz boş-boş vallah danışırlar, ay behçə aldım, ay cücə aldım, ay qaz aldım, ay öldü, birini kəsdim, 5-ini saxladım, nə bilim. Onlara elə baxsa 2000, 3000 bir şeydir. Mən də vallah həvəsdən düşürəm. Görürəm ki, faydalı məlumatlar verirəm. Mənə baxmısınız, boş-boş danışanlara baxsınız, o TikTokdakılar kimi. Mən də elə bil ki, bizim müəyyənlərimizə İraq yaxşılardan başqasının həyatı maraqlandırır. Özləri üçün bir iş, nəsə bir şey götürüb, belə deyək də, bir məlumat alıb, özlərini inkişaf elətdirməkdən başqasının həyatını müzakirə eləmək, başqasının həyatı ilə maraqlanmaq daha çox maraqlandırır. Nə bilim, yəni ki, sözüm ondadır ki, yəni çox baxsaz, like qoysaz, mən də həvəslə videolar çəkəcəyəm ki, insanların mənə ehtiyacı var ki. Yoxsa görürəm baxmısınız, düzdür, indi bir çox baxanlarım var, Allah canlarını sağ eləsin, like qoyurlar, şey eləyirlər, söhbət o baxmayanlardan gedir. Yəni bax bu şəkildə eləsəz heç bir cücələriniz, toyuqlarınız qırılmayacaqdır. İndi mən hər il təkrar olaraq yenə də videolar çəkirəm. Qurd dərmanını nə vaxt vermək, iynəsini nə vaxt vurmaq, nə bilim, ayaq tutulanda nələr etməkdir, hansı səbəblərdən. Yenə də bax bu il biraz kənd çəkilişlərimiz olub, biraz evdə. Yəni gözəl videolar var. İndi çalışacağam ki, bu həftə 6 xadnoy bir hardasa 20-30-40 dənə video hazırlayım, YouTube'a yüklüyüm və vaxta qoyum. Gündə birini paylaşsın. Yəni bir aylıq belə baxın. Sonra da davamı gəlsin. İnşallah yaxşı olar. Yəni bax dediyim qaydayla gedin. Belə. Yəni xəstəlikdən danışdıq, biraz da başqa mövzuya keçdik. Sağ olun, inşallah çalışacağım ki, hər gün yeni gözəl faydalı videolarla, məlumatlarla sizin görüşünüzə gəlim. Sağ olun, salamat qalın və gələn videolarda görüşmək ümidi ilə sizdən ayrılırım.